Birazdan görəcəyik vəzir maskası arxasında kimdir? Amma maraqlıdır onların son təxminləri kimlərdir? Murad, kim? Ehtimallardan danışırsa Afaq Gəncəli də ola bilər. Afaq Gəncəli. Nigar, sizcə kimdir bu maska arxasında? Kimdirsə çox incə bir xanımdır. Sadəcə bu başqa ad bilmirəm. Oo, çox çətin bir məsələnin öhdəsindən gələ bildiniz. Nigar, həqiqətən. Halal olsun sizə Nigar. Coşqun bəy, üzr istəyirəm sizin ifadədən. Mən də öz qeydlərimə baxıram bayaqdan. Adam, mən nə bilim kimdir orada. Mənim ümməti var. Kamilə Babayeva, sizcə kimdir? Çox çətin, çox müşkül, çox ağır bir və məşəqqətli seçim qarşısıdır, adlardır, qalmışıq onun içində yaxşı. Sevinc Əliyeva və Aysel Əlizadə. İkisindən biri. Əla variant. Çox Aysel sağ olun. əla variantı. Faiq Çox sağ Ağayev, olun. Mənə sizcə qalan siz olacaqsınız. vəzir maskası arxasında hansı məşhurdur? Mən fikirləşirəm ki, bu obraz kimə yaraşardı? Kim bu obrazlar paylanılanda deyə bilərdi ki, yox, mən istəyirəm, bax, vəzir olum. Kim belə can atardı? Mənə elə gəlir ki, Nanədir bu. Nanə, Ağamalıyeva. teşekkürlər. Amma bütün detektivlərimiz, xəfiyyələrimiz hər biri 2 və 3 ad dedi. Faktiki olaraq o deməkdir ki, yəni onlar da çox böyük təxminlər edirlər, amma dəqiq ad söyləyə bilmirlər. Bilmirik, tamaşaçılar, siz nə düşünürsünüz? Siz kimi təxmin edirsiniz? Hamıya maraqlıdır. Vallahi elə özümə də maraqlıdır ki, kim sənsən? Hüsniyə! Hüsniyə! Emma Lekberzadə! Salam, gözləmir. Gözlədilər. Ay, amma səsimi çıxardı ardında. Niyə səsimi çıxardın? Ay, amma səsimi elə dəyişmişdin ki, elə şey olur. Əslində, hamıya salam. Salam, Darıxmışsın. salam. Ay, amma. Şokdayıq, şokda, şokda. Hamı şokdadır. Bütün mövsümdə detektivlər Səsim tamaşaçılar- dəyişilsə də mənim öz bəmim çox güclü olduğuna görə heç bəmlərə ehtiyac yox idi dəyişməyə. Əslində, qələbə qazanmaq, qalmaq burada, inanın mənə ki, mən qalmaq arzusunda deyildim. Niyə? Çünki evdə 10 yaşlı oğlan uşağı olanda deyir ki, xalamama, hanımama, heç kim də heç də bilmir. Yəni, mən oradan, buradan nəsə gəlirəm. Özü sənin kimi məşəqqətli ana. Aha. Hər şeyi diqqət Kamilə və çox kontrolda gözəl bilir. saxlayan ana. Hə. Əsas həyatda qalib olaq. Əsas Ema, həyatda. əziz Ema. Ema, sən Aynen. artıq qalibsən, biz səni tapa bilməmişik. Bəli, tapa Heç bir dənə fərziyə detektiv olaraq. adını çəkmədi. Bircə dəfə də adını çəkmədi. Bir dəfə adı çəkildi, amma başqa obraz. Başqa maska idi, başqa maska idi dostlar. Ema maskanı çıxardanda bir deyil. Üstüne böyle. Ema. Rafael'i gördüm. Yadıma düşdü Rafael o illərdə yadımda. Coşkun da qabar, coşkun. Rafael Hədəki. Ema, öpürəm Qarşı, səni. qarşı. Ema, nə yaxşı ki buradaydın, nə yaxşı ki bizlə Çox idin, sağ ol. nə yaxşı Sağ ol, ki çox sağ ol. bu möhtəşəm proyektdə sən çıxış elədin. Çox Ema, Ay, canım. ötən verilişdə mən sənin adını çəkmişdim başqa maska üçün. Bilirəm. İndi mən çox İndi biz bilirik ki, o xəcalət maska çəkirəm Ema ki, deyil. xəcalət çəkirəm ki, Xəcalət. mən belə doğma bir insanı tapa bilməmişəm. Və ümumiyyətlə, hörmətli xəfiyyələr, nəsə eləmək lazımdır. Bizə heç yaraşmır bu. Deməli, lap varlı olacaq da səsimi tanımadınız. Ema, mən sizə sənə söyləmək istəyirəm ki, həm sənə, həm maska komandasına, İTV komandasına eşq olsun ki, bizi çarəsiz qoydun. Biz bilmədik ki, bu maskanın arxasında kimdir? Həddən ziyadə, düz deyim. Ən çox da bəyəndim Faik orada deyir ki, bu çox incədir. Çox ürəmdə deyirəm, Can, can. Emma Lekberzadəni həqiqətən burada görmək sevindim. Bilirsiniz,
qışqırmaq istəyirdim, haykırmaq istəyirdim ki, mənəm. Özümü gücdən Mən başqa bir şey saxlayırdım. deyim. Səsi göstərməmək bir yana. Axı Emma, biz hamımız sənin enerjivi və Əlbəttə. pozitivi bilirik. Sən niyə sönük dayanmışdın səhnədə? Biraz can ataydın da, biraz... Yox, can atmaq məndə mümkün olmadı. Çünki libas o qədər ağırdı ki, Vay, mənim vay, üçün. vay. Və vəzir idiniz ən əsası kraliçəyə necə olmalıydı? Tacı o qədər ağır idi, amma mən böyük zövq aldım. Mən Biz hələ gör necə zövqlər heç olsa alacağıq. səhnədə biraz da olsa hərəkət eləyə bildim. Mən buradan qalib gedirəm. Siz qalibsiz. Əsas həyatda qalibəm. Çünki doğrudan da mən Amerikada lotereyada utdum. Doğrudan düşdünüz? Bəli, Nə neçə qədər? ildən öncə. Bu etikadan kənar olan mədmə. Nə qədər? 2001-ci ildə mənim Tənhayəm adlı kitabım çıxdı. Aa! Bunu bilmirdim. Faiq o- bilirdi. ya- Faiq o vaxt... Biz doğru yalanın arasında qaldıq. Çünki iki versiya var idi. Kitab müəllifi və şampun reklamı. Və biz nə qədər saydıq, kitab kim buraxıb, sən necə yaddan Bütün çıxdı? şampunları dedik, bu şampun var idi, reklam bu şampun reklamında kim olmuşdu? Bu ya bu ya bu. Sen de olmuştu, o da olmuştu. 1500 Amma tane kitab böyle kaldı. müəllifiymiş. Gördüyünüz kimi. Hörmətli Emma xanım, biz istəyərdik ki, növbəti dəfə bizim üçün ifa edərkən təbii ki, maskasız ifa edəsiniz və böyük məmnuniyyətlə dinləyək. Detektivlər, tamaşaçılar, Maska Show davam edir və növbəti buraxılışı mütləq izləyin. Səfərdəyəm, səfərimi vurmamışam başa hələ. Ay səni yanmayasan. Səfərdəyəm, səfərimi vurmamışam başa hələ. Arzularım, əməllərim toxunmayıb daşa hələ. Arzularım, əməllərim toxunmayıb daşa hələ. Dilləri yola salmışam, mahnı qoşub səs çalmışam. Mahnı sözündə, mahnı sözündə Emmadır. Mahnı. Əl hərəkətlərini tuta bilərdim. Ömür deyir qocalmışam, ürək deyir yaşa hələm. Dolanıb kəndi şəhəri, dağlarda açdım səhəri. Dolanıb kəndi şəhəri, dağlarda açdım səhəri. Gönlüm gəzir üfüqləri, dönüb qızıl quşa hələ. Gönlüm gəzir üfüqləri, dönüb qızıl quşa hələ. Dilləri yola salmışam, mahnı qoşub səs çalmışam. Ömür deyir qocalmışam, ürək deyir yaşa hələ. Ömür deyir qocalmışam, ürək deyir yaşa hələ.